Allahümme salli ala Muhammedin və ali Muhammed. Tez-tez verilən suallardan da biri budur ki, Seyyid Əli Sistaninin rəyinə əsasən domino və bilyard oynamaq icazəlidir, yoxsa icazəli deyil. Seyyidin bu iki oyun barədə fətvası yoxdur. Yəni, hər iki oyun barədə Seyyid buyurur ki, ehtiyata əsasən icazəli deyil. Seyyidin müqəllidi bu ehtiyatda qala bilər, yəni bu ehtiyata əməl edə bilər və bu oyunlardan çəkinəcək, ya da istəsə Seyyiddən sonra ən elmli olan, ələm olan bir fəqihə keçə bilər bu məsələdə, yəni onun rəyinə baxa bilər. Əgər o fəqih bu oyunları caiz bilsə, yəni icazəli bilsə birbaşa, şəxs də, yəni Seyyidin müqəllidi də bu məsələdə həmin fəqihə udul eləyəcək, keçəcək o məsələdə və bu oyunları istəsə oynaya bilər. Amma udul etmədən Seyyidin bu məsələdə təqlidində qalaraq oynaması icazəli deyil. Vəssalamu aleykum və rəhmətullah.